ثم الصلاة والسلام على رسول الله الأمين أعلي أبا القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, Nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə səlavat hədiyyə elə. Xudavənd-i Müteal gələn günlərimizi xeyr eləsin inşallah. İbadət, itaətlərimizi qəbul eləsin, dualarımızı müstəcab eləsin. Mənəvi və maddi nə qədər müşküllərimiz var, Xudavənd-i Müteal həll eləsin inşallah. Bəhslərimiz təqribən mövzu keçdik, bəhs elədik. Bəla, rıza məqamını danışdıq. Və keçən söhbətlərimizdə ərz oldu xidmətinizə ki, İmam Hüseyn əleyhissalamın bu aşurası Kərbəlada matəm yox, bəlkə məktəbdir. Yəni, bu hadisəyə məktəb kimi baxmaq lazımdır və bu məktəbdən istifadə edənlər ya etmək istəyənlər gərək bu məktəbin sinifində iştirak eləsinlər. Və ərz elədik ki, əgər məktəb kimi qəbul eləmişiksə biz Aşuranı və Kərbəlanı, deməli bu məktəbdə siniflər qoyulub. Bu siniflərdə müəllimlər var, ustadlar var. Ustadlar dərs deyirlər və bu məktəbin şagirdləri var. Onlar da məktəbdə oxuyurlar, sinifdə otururlar, ya universitet dili ilə desək, patokda otururlar. Ustadlar mühazirə oxuyurlar. Onlar da patokda mühazirəyə qulaq asırlar. Deyək ki, magistrdılar, deyək ki, aspirantdılar, deyək, məsələn, doktorantura oxuyurlar. Adın hər nə qoyursan qoy, axır ən yüksək səviyyədir. Bu məktəbdən çıxanlar akademik çıxırlar. Azərbaycanda da mən bilən akademikdən yuxarı yoxdur. Bu məktəbdə oxuyanlar akademik çıxırlar, yüksək səviyyəli insanlar çıxırlar. Daha artıq onlar mövzuları dəyişərək insanlara xidmət edirlər. Jurnallarda, qəzetlərdə, radioda, televizorda, sosial şəbəkədə hara gedə bilirlər, ora qədər və o mövzular ki, oxuyublar, o mövzuları bir-bir ixtisaslaşmış şəkildə, mütəxəssis formada onu insanlara çatdırırlar ki, bəli, mövzu budur
və bu cür olmaq lazımdır, bundan bu cür istifadə etmək lazımdır və s. Bu ki, sadədir. İnsanlar məktəb səviyyəsində, orta məktəb, sonra tam orta məktəb, sonra bakalavr sistemində, sonra magistr sistemində. Bunlar oxuyurlar, savadlanırlar. Bu danışmaqda məqsədim zehnimizdə bir təsəvvür yaransın. Bu məktəb, ustad, tələbə, bunların arasında, ustadla tələbə arasında qoyulan mövzular var ki, bu mövzular gərək oxunsun. İxtisaslaşmış şəkildə gərək bu mövzular oxunsun. İmam Hüseyn əleyhissalamın Kərbəlasında ki, ərz elədim, matəm deyil, bəlkə məktəbdir. Məktəbdirsə ustadlar İmam Hüseyn əleyhissalam başda olmaqla bütün Kərbəla şəhidləri hamısı ustaddılar və bu sinifdə oturanlar hamısı şagirdlərdir, tələbələrdir və bunların arasında ustad, tələbə arasında da mövzular. Mövzulardan birini keçdik bəla idi, birini keçdik riza idi, sonra səbirdən inşallah ərz eləyəcəyəm. Bəhsimiz bugün çatdırsam, ixlasdan danışacağıq inşallah ki, Kərbəlanın ən üstün mövzusu ixlasdır. Əgər bir insan bir əməli 100% eləyirsə, Allah üçün Xudavənd Mütəal həm sənin arxanda dayanacaq, həm o mövzu ki, yerinə yetirmirsən, onun arxasında dayanacaq. Amma bu heç də bu anlama gəlmir ki, insan bədəni sığortalanacaq. Bu anlama gəlmir. Yəni, birdən əgər lazım olsa səni doğram doğrayacaqlar, doğrasınlar, doğrayacaqlar. Lazım gəlsə olacaq. Bu müsbət əməlin 100% ixlasla olunan əməl insanın fiziki materiyasının, yəni bu bədənini qorumur. Orada belə bir şey yoxdur. Yazılmayıb belə bir şey. Hətta müharibədən qayıtdılar Ağa Rasulullahın vaxtında. Baxın, Ali İmran surəsinə qayıtdılar. Müharibədən Ağa Rasulullah buyurmuşdu ki, bu müharibədə qələbə bizimdir. Narahat olmayın, gedin. Elə qələbə də çalındı, qayıtdılar dala. Ortalıqda münafiqlərin söhbətləri var idi, pıçıltıları var idi. Ona buna pıçıldayırdılar. Deyirdilər ki, bəs deyir düz Peyğəmbər deyib ki, qələbə bizimdir. Bəs bu ölənlər nə olacaq? Bəs bu yaralananlar nə oldu? Bəs bu oxlananlar nə oldu? Bəs bu yarımçıq bədəni qalanlar nə oldu? Bu qışları kəsilənlər, qolları kəsilənlər, gözləri çıxanlar. Bəs bunlar və deyir düz ki, ya qələbədir, qələbə bizimdir. Quranda ayə var, Xudavənd Mütəal Ağa Rasulullah'a nazil eləyir Ali İmran surəsində, buyurur ki, de olaraq, mən dedim ki, qələbə bizimdir. Mən demədim ki, ölən olmayacaq, yaralanan olmayacaq və s. Müharibədirsə, müharibədə ölən də olar, yaralanan da olar. Mən demədim ki, bu cür hallar baş verməyəcək. Amma nəticə etibarı ilə qələbə bizimdir və buyur, qələbə bizimdir, gəlmişik. Ölənlər öldülər, şəhid oldular, qalanlar qaldılar, qazi oldular və Allah yanında da əcirləri nədir? Var. Qələbə ki bizimdir və oldu da, əlhamdülillah. Biraz uzağa gedə bilmirsənsə 1400 il o yana, elə gedginən 6 il o yana, 2020-yə, 44 günün içində, əlhamdülillah bizim balalarımız, cəsur balalarımız getdilər. Ölən öldü, şəhid statusunu aldı. Allah'ın yanında şəhid statusunu aldılar. Yarımçıq qalanlar qazi oldular. Salamat gələnlər də nə deyələ, qazi kimi veteran oldular. Elhamdülillah qələbə bizim oldu, amma ölənlər də oldu, yaralı da oldu və s. Amma nəticə etibarı ilə qələbə oldu. Bu müharibəyə bu cür baxırıq, gərək İmam Hüseyn əleyhissalamın da həmən müharibəsinə, ya Ağa Rasulullahın vaxtında həmən 83 dənə müharibə ki baş verib, onu da elə nədir, həmən cür baxmaq lazımdır. Ölən olacaq, qalan qalacaq, yaralı yaralanacaq, sağ qalan sağ qalacaq.
amma nəticə etibarilə qələbədir. Bu mövzuları xırda-xırda ara-sıra bəhs eləmişik. Deməli belə, Kərbəla hadisəsində ki, ərz elədim məktəbdir, bu məktəbin mövzusu. Təqribən 3 dənə şey qeyd eləmişəm ki, hamısını qeyd eləmək olmur, hamısını danışmaq olmur, hamısını çatdırmaq olmur vaxta görə. Üçün qeyd eləmişəm. Birinci, cəmiyyətin islahı. İkinci, cəmiyyətin içində ictimai ədalət. Üçüncü, insani kəramət. Bunlar mühüm məsələdir. Həm ictimai islah, minimum ictimai qınaq ki, belə olmaz. Yəni, sən cəmiyyət içində bunu eləyirsən, belə olmaz, ictimai qınaq. Minimum budur. Orta həddə onlar ki, məlumatlıdırlar bu mövzu haqqında, təbliğ eləsinlər. Və ən üstün ali səviyyədə özləri gərək o əməli yerinə yetirsinlər ki, insanlar da onlara baxıb o əməli yerinə yetirsinlər. İnsanlar bir-birindən öyrənirlər. Bu böyük bir mövzudur, bu cümlə ki, ərz edirəm. İnsanlar bir-birindən öyrənirlər, böyük mövzudur. Bu haqda saatlarla, bəlkə aylarla danışmaq olar. İnsanlar biri-birindən öyrənirlər. Övlad atasından öyrənir. Övlad anasından öyrənir. Övlad dayısından, əmisindən, bibisindən, xalasından öyrənir. Övlad qonşularından öyrənir. Övlad qohumlarından öyrənir. Övlad məhəllədən öyrənir. Övlad mühitdən öyrənir. Övlad gendən biraz götürür. Övlad yaşadığı kənddən öyrənir. Övlad qəsəbədən öyrənir, rayondan öyrənir, şəhərdən. Bunlar hamısı biri-birindən öyrənirlər. Əgər sən balaca bir əxlaqsız hərəkət bilərəkdən ya bilməyərəkdən eləyirsənsə, bil, onu səndən kimsə öyrənəcək. Bil. Əgər evin içində eləyəcəksən, övladın öyrənəcək. Məhəllədə eləyəcəksən, məhəllə uşaqları öyrənəcək. Hər halda bütün insanlar dənə-bədənə, bax, məndən tutmuş, sağdan belə fırlanıb, mənə çatana qədər burada kim var? Adı üstündə insandırsa, hər hansı bir hərəkəti eləyirsə, öyrədir. Bildi, bilmədi. O bilir ki, öyrədir, ya bilmir, öyrədir. Dəxli yoxdur. İnsanlar bilmədən bir-birindən öyrənirlər. Bu elə-belə mövzu deyil. Bu haqda düşünmək lazımdır. Əgər insanlar bu haqda düşünsələr, səhv hərəkət eləməzlər, bilərlər ki, bilərəkdən ya bilməyərəkdən mən müəlliməm. Salavat edəyəlim. Səsin başınıza düşmür. Səsin başınıza düşmür. Onda bir dənə də salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Bəli. Deməli, hər bir insan bildi, bilmədi, müəllimdir. Bu aləmdə müəllimdir. 5 yaşında uşaq, 3 yaşında uşağa müəllimdir. 10 yaşında özündən aşağıya, 15-lər özündən aşağıya, 20-lər, 85-lər özündən aşağıya, 95-lər özündən aşağıya. Hər kəs insan adı üstündədirsə, harda hərəkət eləyirsə, insanlar ona baxıb hərəkət eləyirlər. Hətta bu günləri televizor vasitəsilə, YouTube vasitəsilə canlı izləyirlər və s. Hansı hərəkəti necə eləyirlər? Görürsən ki, bir nəfər bir hərəkət var, indiyəcən eləmirdi bunu. Daha indi axırda 3 ildir futbola baxır. Futbolçuların da içində ən yaxşı sevdiği bir dənə futbolist var. O da oynayanda bir hərəkət eləyir, o hərəkəti bu götürdü. Götürdü üstünə, başladı elə bu da onun kimi nədir? Hərəkət eləməyə. İndi o bilmir ki, ustaddır, xəbəri yoxdur, amma bundan öyrənənlər var. Valideyn ona görə hərəkətlərinə fikir verməlidir. Hər bir insan ona görə bütün hərəkətlərinə fikir verməlidir ki, ondan öyrənən var, pis öyrənməsinlər.
ondan yaxşı öyrənsinlər. Cəmiyyət cəmiyyətdən öyrənir. O mühit ki var, məsələn, üzr istəyirəm bu kəlməyə görə, bir dəstədir, narkomaniyadır, ya narkotikdən istifadə edən bir dəstə, əskik bir dəstə. O dəstə bir-birlərindən öyrənirlər. Alimlər bir-birlərindən öyrənirlər. Aqillər bir-birindən öyrənirlər. Əxlaq sahibləri bir-birlərindən öyrənirlər. Bir sual kimi verirəm sizə, cavabı sizdən istəmirəm. Cavab içinizdə qalsın, fikrinizdə qalsın, ağlınızda qalsın. Haçansa lazım olar, üstündə biraz düşünərsiniz. Sual bundan ibarətdir. Hər hansı bir müşkülün qabağa çıxır. Hər hansı bir müşkül. Fərqi yoxdur. Məsələn, soyuducun xarab olub, televizorun xarab olub. Televizorun xarab olub, bunu düzəltmək lazımdır. Sən də televizor ustası deyilsən. Telefonu götürürsən, nömrələri fırlayırsan. Orada bir nəfər var, məsələn, qarpız əkəndir. Zəng gelirsən ki, televizorum xarab olub. Sizi and verirəm Allaha. Kim eləyər bunu? Heç kəs. Qarpız ustasına sən niyə zəng eləyəsən ki, gəl televizor üzər? Kimə zəng eləyəsən? Əgər telefonda televizor ustası varsa ona, yoxdursa, televizor ustasını tanıyana zəng eləyərsən. Yəni, mövzu üzrə mütəxəssisə zəng eləyərsən. Niyə görə biz ruhumuzun qabağına mövzular çıxanda gedib əhlin tapmırıq, gedib əhlindən soruşmuruq? Çünki bizim ümumiyyətlə ruhla heç bir əlaqəmiz yoxdur. Yəni, ruh ümumiyyətlə bizə lazım da deyil. Lazım olsaydı, ruhi müşkillər qabağa çıxanda gedib mütəxəssisinə müraciət eləyərdik. Mən indiyə qədər qabağıma bu qədər müşkil çıxıb, çətinlik çıxıb bu dünyada mütəxəssisinə zəng eləmişəm. Yox, onu tanıyana zəng eləmişəm. O ilə əlaqə saxlamışam, məni yönləndirsin o mütəxəssisə. Çünki mütəxəssis gəlməsə, mən 50 manatı bu mütəxəssisə verməsəm, gedib küçədən keçən birini çağırıb 50 manatı ona versəm, 2 günah eləyəcəyəm. 2 günah. 1. Pula israf eləyəcəyəm. Çünki bu düzəldə bilməyəcək. 50 getdi, israf oldu. Sonra gedib tezdən bir də başqasını tapıb, tezədən ona 50 də verməliyəm ki, bunu düzəltsin. Bu bir. İkincisi, əgər mütəxəssisə müraciət etmirəmsə, mən mütəxəssisin haqqına girirəm. Gedib yoldan keçənə o pulu xərclədiyimə görə mütəxəssisin haqqına girirəm. İndi bugün nədir? Bugün insanlar bir-birlərini tapdalayan gündür. 2026-21-ci əsr elə bir əsrdir ki, tərsədir. 12-ci əsr yaxşı idi. 1, 2. 21-ci əsr tərsədir. 2-dən sonra bir gəlib. Aləm dəyib bu əsrdə bir-birinə. İnsanlar bir-birlərini məşğuldular ancaq tapdalamağa. Necə? Gedirsən bir nəfərə deyirsən ki, mənə malakeş lazımdır. Biri deyir ki, 6 manatı kvadratı mən ustayam. Deyirsən, yox. Gedib bir nəfərə deyirsən, deyir ki, 3 manata. Bunlar YouTube'dan öyrənib malakeşlik eləyənlərdir. 3 manata. Hamısı bilir ki, kvadratı, bu malakeşliğin nədir? 6 manatı, hamısı bilir. Kimin haqqına girdin? Ustanın balalarını, ailəsini sən ac qoydun, haqqın sahibinə çatdırmadın. Amma biz indiyə qədər belə düşünmüşük? Yox, düşünməmişiksə, deməli biz kimlərinsə haqqına girmişik? Haqq sahiblərinin haqqına girmişik. Və deyirsən ki, yox, mən heç kəsin toyuğuna kiş deməmişəm, mən heç kəsin toyuğuna daş atmamışam, heç kəsin divarına baxmamışam, nə eləməmişəm, elə 4 dənə budur. 4 dənə budur, 40 min dənə səhvlər var ki, insan birdən bunu düşünməsələr. Bax ki, İmam Hüseyin əleyhissalamın Kərbəlasına, İmam Hüseyin əleyhissalam Kərbəlada qara var idi, zənci. Qara zənci.
Təsəvvür elə, qapqara Kərbəlan şəhididir. Əli Əkbər ağa ilə həmən qara zəncinin arasında İmam Hüseyn əleyhissalam Kərbəlada fərq qoymayıb. Onun da haqqın eyni balası kimi əda eləyib haqqını. Bu nə deməkdir? Bu ictimai ədalət deməkdir. Bu ictimai insanlığı qorumaq deməkdir. Bu ictimai islah deməkdir. Bu da Kərbəlanın mövzuları budur. Ona görə Kərbəla matəm deyil, məktəbdir. Öyrənmək lazımdır İmam Hüseyn əleyhissalamın hər bir hərəkətindən. Çox diqqətli olmaq lazımdır. Kərbəla vaqiəsinin həccə gedənlər bilirlər. Həcdən bir misal deyim sizə. Həcc ümumilikdə 4 gecədir. 4 gecə. Müzdəlifə 1 gecə, Minada 2 gecə, 3, 1 gecə də Ərafatdan gecə. Ümumilikdə 3 gecə 4 gün, ya 4 gecə 5 gün, ümumilikdə. Həcc mərasimi budur. Bu 4 gecə 5 günlük bir əməldə 1200 səhifəlik kitabı var. Həcc əməlində. Həcc əməlində hər addıma, indi mən saymamışam, Kəbənin Həcərül Əsvəddən başlayıb Həcərül Əsvədə qədər, indi mən saymamışam, bilmirəm neçə addımdır. Əgər deyək ki, məsələn, 250 addımdır, 250 dənə hər addımına sözü var. Hər addımına. Həcc elə belə əməldir. Hər addımına. İmam Hüseyn əleyhissalam o hər addımına olan əməli ki, vacib əməldir, qoyub gəlib Kərbəlaya, deməli Kərbəlanın da hər addımında bir nə var? Mühüm bir məsələ var, mühüm bir mövzudur. Hər addımında. Ona görə İmam Hüseyn əleyhissalamın səhər açılandan axıra qədər, axşama qədər hər bir addımına baxmaq lazımdır, kitabı oxumaq lazımdır. Nələr yazılıb hamısını oxuyacaqsan və biləcəksən, təhlil edəcəksən. Mövzu biləcəksən, məktəb biləcəksən, onu ustad biləcəksən, ona tələbə olacaqsan. Və tələbə də ən yaxşı tələbə nədir? Universitetdə qırmızı diplomdur. Budur Kərbəla. Hələ heç mən ki, o Kərbəladan, Kərbəla dəryasından heç bir damlasını deyə bilmədim. Budur Kərbəla. İctimai islah, ictimai ədalət və insani kəramət. O ki, İmam Hüseyn əleyhissalam buyurur, dedilər ona ki, vuran qılıncım var, yaxşı nizəm var, yaxşı əmudum var, sonra yaxşı yayım var, ox atır, yaxşı oxlarım var və s. İmam Hüseyn əleyhissalam buyurdu, oxum qalsın sənə, yayım qalsın sənə, atım qalsın sənə, qılıncım, qalxanım, zirehim qalsın sənə, mənə sən lazımsan, gəl səni aparım cənnətə. Bax, o bu cümlədir. Sən bu hərəkətə necə matəm deyirsən? Sən bu hərəkətə necə ağlamaq deyirsən? Sən bu məktəbə necə hüzün qəm deyirsən? Bilmirsən. Mən bilsən niyə ağlayıram? Mən İmam Hüseyn əleyhissalama, yar-ı ənsarına əvvəldə ağlayıram. Əvvəldə. Onlara ağlaya-ağlaya öz halıma ağlayıram. Ki sən harda, mən harda. Sonra bu ağlamaqlar məni aparır təbəssümə. Ki dünən də ərz elədim. 3-4 gün ondan qabaq da ərz eləmişdik. Və bu 7-8 günün söhbətlərinin içində 4-5 dəfə ərz eləmişəm bunu. Bəzi cümlələr var, çalışıram ki, hər söhbətimdə təkrar edeyim. Niyə? Çünki mühüm məsələdir. Kərbəlanın ən mühüm yeri oradır. İmam Hüseyn əleyhissalam Kərbəlada müharibəni necə eləyərlər, onların hamısını bir-bir göstərib. Həmən İmam Hüseyn əleyhissalam deyil, sabahki gecənin söhbətidir.
Sabah dərz eləyərəm, problem yoxdur, müşkülü yoxdur. Deyir, Müslim ibn Övsəcə idi ya, Həbib ibn Məzahir, ki, mən 90 yaşlı mərdanələr, sadiq vəfadarlar və fədakarlar. Deyir, gördüm, axşamdır, qaranlıqdır, Aşura axşamı, qaranlıqdır. Gördüm, kimsə xeymələrdən biraz uzaqda əyilir, durur. Nəsə hərəkət edir orada. Bilmirəm kimdir. Hazırladım da qılıncımı ki, birdən düşməndən kimlərsə keçər. Hazırlayayım ki, vuraram mən, öldürərəm. Biraz yaxınlaşdım, gördüm, ağam İmam Hüseyin. Nəsə bir çuxur qazıyır. Soruşdum, ağacam, nə edirsən burada? Bu çuxur nədir? Bu əlindəki vərəqlər nədir? Bunlar nədir? Deyir, ağa, Həbib, yəni Müslimdir ya Həbibdir, bastırıram. Ağa, nədir bunlar bastırırsan? Dedi, əzizim, bunlar həmən 20-30 minlik məktublardır. Küfədən göndəriblər Məkkəyə mənim üçün ki, biz səni imam bilirik, gəl Küfəyə. Mən də bu məktubları əsasında durub gəlmişəm Küfəyə. Buraxmayıblar məni, indi gəlmişəm Kərbəlaya. Səhər bilirəm, məni şəhid edəcəklər. Məni ki, öldürdülər. Bu vərəqlər, məktublar düşəcək Yezidin əlinə və görəcək kim yazıb. Onlara cəza verəcək, öldürəcək onları. İstəmirəm onlara zulm olsun. Əcəb. Səni an verirəm Allaha, bu matəmdir. Bu matəm deyil ki, bu məktəbdir ki. Öyrənmək lazımdır bunu Hüseyndən və bu cür yaşamaq lazımdır. Budur əsli həqiqət, Kərbəla vaqiəsinin əsli həqiqəti. Baxacağım İmam Hüseynə, necə yaşayıb, mən də elə yaşayacağım. Həm fərdi ədalətimi qoruyacağam, həm ictimai ədaləti qoruyacağam. Və həm biləcəyəm ki, mənim hər bir hərəkətim kiməsə bir mövzu, bir dərsdir, öyrənəcək kimsə məndən pis öyrənməsin. Məndən pis öyrənməsin. Mən pis ülqu olmayım, pis müəllim olmayım mən. İndi bu vaxtı bilmirəm mən, daha indi üzr istəyirəm, yaşımız keçib. Biz məktəbdə oxuyanda müəllimlər var idi, həm xanım müəllimələr, həm kişi müəllimlər var idi. İndi hamısını demirəm, amma bizim vaxtımızda olan müəllimələr həm ədəbdə yaxşı idilər, həm əxlaqda yaxşı idilər. Biz onlardan çox şey öyrənmişik, məktəbdə olan müəllimələrdən, onların əxlaqından öyrənmişik. Xanım idilər. İndi üzr istəyirəm, nə deyərlər? Deyir, filan kəs deyir, xanım xatın adamdır. Xanım xatın müəllimə idilər. Pis hərəkət mən bir dənə müəllimə və bir dənə müəllimdə mən görmədim. Məktəbdə mən görmədim. Əgər bu günləri məndə pis xislət varsa, özümdəndir. Mənim belə müəllimim olmayıb. Məktəbdə bütün müəllimələrim hamısı əxlaqlı olublar, ədəbli, ərkanlı olublar. Pis hərəkət eləyən olmayıb orada. Elhamdülillah. Allah lütf eləyib. Allah dünyadan gedən müəllimlərimizə rəhmət eləsin. İndi bilmirəm necədir. Yəni bilirəm necədir. Siz bilirsiniz. Bilmirəm necədinin mənası, bu intonasiyası var da, yəni bilirəm necədir. İndi tamam başqa cürdür. Onda şagirdlə müəllimənin arasında 25 il fasilə var idi. Bizim birdən 15 yaşımız var idisə, onların 40 yaşı var idi. O qədər məsafə var idi. Və biz müəllimlər yeməkxanası təmiz ayrı idi. Şagird kimdir? Gəlin müəllimlə, müəllimə ilə bir yerdə çörək yiyə. Onların hətta
hacət yerləri belə ayrı idi. Ehtiyac yerləri belə ayrı idi. Biz elə bilirdik ki, onlar yemir, içmir, onlar qanatları var, uçurlar. Biz belə öyrənmişdik. Müəllimin ehtiramı vacibdir. Çünki sən ondan bütün həyatını öyrənirsən. O qədər mühümdür ki, Əmir-əl-Möminin Həzrəti Fatimə binti Əsəd anasının qucağında Kəbə evi yarıldı, çıxdı çölə, qucağında Əmir-əl-Möminin gün yarımlıq uşaqdır. Bir gün yarım, 36 saatdır dünyaya gəlib Əmir-əl-Möminin ağlaya-ağlaya uşağı verdi Əbu Talibin qucağına. Ağlaya-ağlaya. Əbu Talib dedi ki, niyə ağlayırsan? Dedi, uşağınız kördür, kör dünyaya gəlib. Əbu Talib ağlaya-ağlaya götürdü qucağına Əmir-əl-Möminini. Götürdü qucağına, baxdı, ağladı o da. Ağa Rasulullah işarə elədi ki, mənim tələbəmi verməm qucağına. Mənim tələbəmi verməm qucağına. Götürdü qucağına Həzrəti Rasulullah, hələ Rasulullah adı verilməyib, 30 yaşı var elə. Ver qucağına. Uşaq gəldi qucağına, gözün açdı, baxdı Rasulullahın cəmalına, təbəssüm elədi. Sən elə bilirsən ki, bu ustad, tələbə, müəllim, şagird məsələsi belə çox sadə şeydir. Sadə şey deyil. Dinin həqiqəti müəllim üstündə qurulub. Müəllimi əvvəl deyirlər Allahdır. Ər-Rəhman, Əlləməl-Qur'an, Xələqəl-İnsan, Əlləməhul-Bəyan. Əlləmə yəni müəllim. Əlləməhul-Bəyan. Qur'anı öyrətdi, xəlq elədi, bəyanı öyrətdi ona. İnsan necə bəyan eləyər, bəyandan danışar, hamısını öyrətdi ona. İmam Hüseyin əleyhissalam o peyğəmbərin qucağında böyüyən uşaqdır. O müəllimin qucağında böyüyən uşaqdır. O müəllimə şagirdlik eləyib, tələbəlik eləyib İmam Hüseyin əleyhissalam. Kərbəlada ona görə bir addım belə mənfi bir şey yoxdur. Kimin cürəti çatır? Kimin cürəti çatır? Mən elan eləyirəm yer kürəsinə. Kafirə, müşrikə, fasiqə, facirə, fasidə, münafiqə, heç. Möminə, müttəqiyə, müxlisə, müxləsə. Kim var aləmdə? Yaxçı və pis insan. Gəlsinlər elan eləyirəm yer kürəsinə. Gəlsinlər Kərbəla qəziyyəsini insafla baxsınlar, təhlil eləsinlər. Bir dənə mənfi götürsünlər, mən Hüseyni inkar edirəm. Elan edirəm yer kürəsini. Mən İmam Hüseynin Aşurasında, Kərbəlasında əgər tapsalar, inkar edirəm. Yoxdur bu məktəbdə mənfi bir şey. Heç nə deyə bilməzlər bu məktəbə. Çünki İmam Hüseyin əleyhissalam 6 aylıq körpəsini belə gizlətmədi. Ən sevimli bacısı Həzrəti Zeynəb-i Kübra salamullah əleyhanı belə gizlətmədi. Götürdü, gəldi ora. Və sübut elədi ki, biz ailəvi həlak olacağıq haqqın yolunda. Ailəvi. Və oldu da. Budur Kərbəla. Kərbəla məktəbdir. Kərbəla matəmdir. Əzizim, mən bu şeylər ki qeyd eləmişəm bura 4 sətir dedim. Qalsın qalada ya sabaha ya qiyamətə. Amma bu gecə istəyirəm ki, qonaq gedək Həzrəti Zeynəb-i Kübraya. Həzrəti Zeynəb-i Kübradan biraz danışaq. Həzrəti Zeynəb-i Kübra salamullah əleyha 57 yaşı var idi. Yaxşıdır. 57 yaşı var idi xanım Zeynəbin Kərbəlada. Bu qız adi bir qız, adi bir qadın, adi bir xanım deyil. Bu çox üstün bir varlıqdır. Bu xanımın
müəlliməsi, anası Fatiməyə Ətərdir. Müəlliməsi. Həzrəti Zəhra salamullah əleyha yetişdirib Həzrəti Zeynəbi. Bir neçə il qucağında böyüyüb. Təqribən 4 yaşı var idi. Babası və anası dünyasını dəyişdi. Yəni Həzrəti Rəsulullah və Həzrəti Zəhra. Və 95 günün içində Həzrəti Zeynəb salamullah əleyha 2 nəfər çox ağır bir vücud varlığı itirdi. Peyğəmbəri və anası. Həzrəti Fatimə-i Zəhranın ləqəblərindən biri bilirsiniz, Ummu Əbihadır. Ummu Əbiha, yəni atasının anası, Həzrəti Zəhra. Elə ki, Həzrəti Zəhra dünyasını dəyişdi, Həzrəti Zeynəb salamullah əleyha atası Əmirəl-Mömininə analıq elədi. Onun da ləqəbi Ummu Əbihadır. Analıq eləyib Həzrəti Əmirəl-Mömininə. Həm balasıdır, həm də analıq eləyib. 2 qardaş, bir bacı, Həzrət İmam Həsən, Həzrət İmam Hüseyn, bir də Həzrəti Ummu Külsüm. Bir bacı, 2 qardaş böyüdüb. Əlbəttə ki, bu vücudun, bu mübarək vücudun Həzrəti Zeynəb-i Kübra salamullah əleyhanın əlbəttə ki, xoş günləri də nədir? Olub. Gəldi, çatdı, həyat yoldaşı, yəni toyları olmalıdır, getməlidir. Cəfər-i Təyyarın oğluna ərə getməlidir. Əmir-əl-Möminin Abdullahı çağırdı. Həzrət Zeynəbin həyat yoldaşı Abdullahı çağırdı. Dedi ki, talibsən Zeynəbə, istəyirsən Zeynəbi. Zeynəb də səni istəyir. Mən narazıçılıq eləmirəm. Bu evlilikdə bir şərtim var. O şərt baş verəcəksə, razısansa, bu toy mərasiminə mən razıyam. Abdullah dedi ki, Əmir-əl-Mömininə, ağacan, nə şərtlidir? Buyur. Əmir-əl-Möminin buyurdu, bir gün gələr, oğlum Hüseyn uzaq səfərə çıxar, Zeynəb-i Kübra gərək oynan gedər və sən gərək icazə verəsən ona. Abdullah dedi ki, razıyam. Bir müşkülü yoxdur. Bir gün gəldi, Mədinədən başlayırlar hərəkətə. Abdullah'a dedi İmam Hüseyn ağa ki, əmmi oğlu Zeynəb gərək məni ilə gedə. Abdullah dedi ki, mən bir söz demirəm, kəbinin şərtidir. Həzrəti Zeynəbi çağırdı, İmam Hüseyn aleyhissalam gördü ki, qız, bacı Zeynəb, mən səfərə çıxıram, gərək bu səfərdə sən mənlə olasan. Başın saldı aşağı Həzrəti Zeynəb salamullah aleyha. Dedi, itaətümdəyəm. Qardaşım, Hüseyn, sən mənim imamımsan. Sən mənim imamımsan. Biz bacı qardaşıq başqa. Sən mənim imamımsan. Hər nə deyirsən, odur. Mədinədən çıxdılar Məkkə, Məkkədən çıxdılar Küfə, Küfəyə girmədilər, Kərbəlaya, bütün yol boyu bir yerdə olurlar. Mən istəsəm söz açam, İmam Hüseynlə Həzrəti Zeynəb salamullah əleyhimaların biri-birinə olan eşqindən əsli həqiqi eşq onların arasında olub. O bacı qardaşdan, nə bacı qardaşa qədər, nə o bacı qardaşdan bu yana. O Leylidir, Məcnundur, o birsilərdir,
əsli kərəmdir, nə? Bunlar hamısı boş şeydir. İmam Hüseynlə Həzrəti Zeynəbin bacı qardaş məşuqluğu, eşq, biri-birinə olan eşqilərinin misli yoxdur bu aləmdə. Gərək yazırlarsa bu şairlər, bu şüaralar yazırlarsa gərək bu bacı qardaşın eşqindən yazsınlar. Gəldi çatdı, birisi günün söhbətidir, Aşuranın söhbətidir, orada da vurğulayarım inşallah. Amma istəyirəm ki, bir günləri qonaq olaq Həzrəti Zeynəbə. Bir çətinliyimiz var, müşküllərimiz var. Bəzi şeylər var ki, həll eləyə bilmirik. Var da, çoxlu belə şeylərimiz var ki, həll eləyə bilmirik. Bunların həlli bunlardan keçir. Bu müqəddəs və bu mükərrəmlərdən keçir. Dedim, insani kəramət Kərbəlanın mövzusudur. Həzrəti Zeynəb salamullah əleyha nə tək xanımlara müəllimədir, kişilərin də müəllimidir. Kişilər də gərək ondan dərs alsınlar. O fədakarlıq və vəfadarlıq dərsini gərək alsınlar Həzrəti Zeynəb-i Kübra salamullah əleyha. Aşura axşamı idi, çağırdı Həzrəti Zeynəbi boş bir xeyməyə, İmam Hüseyn ağa. Bunu nəql eləyir Həzrəti Ümmü Külsüm, Həzrəti Zeynəbin bacısı. Deyir, mən əyləşmişdim qıraqda, iki bacı bizim ikimizi də çağırdı xeyməyə. İmam Hüseyindir, mənəm, bir də Zeynəb-i Kübra, üçümüzük. Dedi ki, İmam Hüseyin əleyhissalam, bacım Zeynəb, əyləş qabağımda. Əyləşdi. Dedi, axirə qədər sözümü dinlə. Başladı danışmağa. Sabah belə olacaq, yəni Aşura günü danışır. Sabah səhər belə olacaq, gün ortaya qədər belə olacaq, gün orta vaxtı belə olacaq, gün ortadan sonra belə olacaq, Əli Əkbəri belə doğrayacaqlar, Qasimi belə doğrayacaqlar, Əli Əsqərin Hülqumun belə doğrayacaqlar və Əli Əkbəri parça-parça eləyəcəklər, Əbəl Fəzli doğrayacaqlar. Başladı bu müsibəti bir hamısını danışdı. Ümmü Külsüm nəql eləyirdi ki, Zeynəb-i Kübra qəşş elədi, yıxıldı. Qışqırdı, qəşş elədi, yıxıldı. Mən qaçdım, su səpdim özünə, oyatdım Zeynəb-i Kübranı. Deyir İmam Hüseyin əleyhissalam buyurdu ki, bacım, hovlu vəladan çıxma. Bu bir müsibətdir, amma bu müsibəti Allah bizim üçün yazıb və bizdən bunu istəyir. Biz gərək belə edək. Həzrət Zeynəb ərz elədi ki, qardaşım Hüseyin, sən necə deyirsən o cür. İndi belə özümdən çıxmağa baxma. Bu qəmlənməyimə, hüznə, qəmnə baxma. Sən nə cür deyirsən o cür olsun. Bir yerin də ərz edib qutaram. Deyirlər ki, İmam Hüseyin əleyhissalamın mübarək başı nizədə gedəndə mislin ki, Həzrəti Zeynəb belə bir cümlə işlətmişdi. Mislin ki, demişdi ki, Hüseyin, mən bilirdim Kərbəla vaqiəsin, sən mənə danışmışdın, anam danışmışdı, qardaşım Həsən danışmışdı, atam Əmirəl-Möminin danışmışdı, Rəsulullahdan, babamdan eşitmişdim. Bu qəziyyəni mən bilirdim, amma mən bu qədərin bilmirdim. Məşuqun başı nizədə aşıq dalıcan seyrə çıxa. Mən bu qədərin bilmirdim. Elhamdülillahi Rabbil alemin. Zeynəbəm ki gəzirdim, həmişə xoş əhvalım, gəlib salamıma hər gün soraq əhvalım. N'olubdu indi məni salmısan yaman halən, ki neynəvabən olubdu, ne
dişim nalem ne kadri eyleyirem ah nalemem yarem kibirce söylemedin hoş gelipsen ey Zeynep meğer Hüseyin azalıbdır mehabbetin menden ne kadri dindirden ses eşitmirem senden eğer bu yolda menen vermesen cevap Hüseyin cahana sallam ahım ile inkılab Hüseyin bilende kardeşidir Zeynep-i elemperver şerari ah ile saldı cahana şur şerer açıp iki kolunu bastı bağrına can tek açıp iki kolunu bastı bağrına can tek uyandı kan ile Zeynep'ten şahit şam tek Hüseyin, Hüseyin ey ben zar zar ağlar idi misali lale dili dağı dağlar idin deyerdi yaxşı Hüseyin can məni əziz etdin cahanda hatun iken bacını ikeniz ettin dağıldı cahı celalın cahanda har oldun en iyisi munisi efkanı ahuzar oldum o canı de ya Hüseyin canı de ya Hüseyin o canı de ya Hüseyin ey sarıban amandı bir saxla bu qatarı bu çöldedir yəqinən qardaşımın məzarı ey sarıban amandır bir saxla bu qatarı bu çöldedir yəqinən kardeşimin mezarı bu çöldedir yekinen kardeşimin mezarı her dem gelir meşame abdiri ebri ember reyhani ruyi xuban tutmuş cihanı yekser Etri Hüseyin'den oldu Kızar camiyeter Sevgili
elden alıp kararı. Ey Sariban amandır, bir sakla bu qatarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Çön Sariban bu sözden düştü biraz cehale. Gördü tamam alem, batmış hemim alem. Hem nağeler ederler, nağıs misli nalem. Kalmadı bir neferden, hem getmek ihtiyarı. Ey Sariban amandır, bir sakla bu qatarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Bu çöldedir yekinen kardeşimin mezarı. düştüğün kecavesinden Zeynep bağdı Efgan. Gülsümü hemseriye Leyla'yı zâri giryan. Zeynel'i bağdı bimar, bahatri perişan. Şevgiyle akardı Kabri Hüseyin zâri. Ey Sariban amandır, bir sakla bu qatarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Bimar Kerbela için gördün vefaki haki. Hem dönüştü istirabe, onun kalbi derdinaki. Elmi imatetine tapdı o kabri paki. Bildi hemen bu yerdir Kerbela diyarı. Ey Sariban amandır, bir sakla bu qatarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Bu çöldedir yekinen kardeşimin mezarı. bir semtedir qatilem, baxdı o şahizade. Gördü o yerde vardır bir mədfəni fükadə. Kuşlar o pak yerde vermiş kanat kanada. Sanki bulutlanıbdır çərxi fələk kənarı. Ey Sariban amandır, bir sakla bu qatarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Bu çöldedir yekinen kardeşimin mezarı. Zeynep görüp bu halı, ne tek gelip ne bayem. Hem ehl-i beyti yekşer verdi sedam sedaya. Kardeşin gibi üstte düştü misal-i saye.
kaldırım olsun kardeşinin misarı. Ey sarıban amandı, bir saxla bu qatarı. Bu çöldedir yəqinən qardaşımın məzarı. Bu çöldedir yəqinən qardaşımın məzarı. Abbas tapdı gülsün, geldi feqanı zaren. Gördü düşür bu senden, qəbri onun kənara. Bağrına bastı qəbrin, künyətdi vəsiyarə. Od saldı çərxi doğuna, feryadının kərarı. Ey sarıban amandı, bir saxla bu qatarı. Bu çöldedir yəqinən qardaşımın məzarı. Bu çöldedir yəqinən qardaşımın məzarı. Fani bu bezmi qəmdə yandırma dil həzini. Eylər rıza özündən bu yerdə şahidini. Baxma yetir tamamə eyyam-ı ərbəyini. Hər iki cahanda ecrin yoktur yerin şümarı. Ey karivan amandır, bir saxla bu qatarı. Bu çöldedir yəqinən qardaşımın məzarı. Bu çöldedir yəqinən qardaşımın məzarı. Gün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Gün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Bu ayda varid oldu Kərbü bəlaya Zeynəb. Bu ayda varid oldu Kərbü bəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Bu ayda varid oldu Kərbü bəlaya Zeynəb. Bu ayda varid oldu Kərbü bəlaya Zeynəb. Yetcən Yosəvləminə bastı qəmaləmini. Baxdım o çöldə bir toz təğyir edib Hüseyni. Ali Əba bu çöldə başladı şur işini. Bu haləti görürsün gəldi Nəbaya Zeynəb. Gəldi Nəbaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Bu ayda varid oldu Kərbü bəlaya Zeynəb. Bu ayda varid oldu bəlaya Zeynəb. Həsrətlə ərz edildi nə yerdi bu bərabər. Təğyir tapıb bu rəngin qəm oldu səndə əsər. Qoyma qarar bu çöldə əhlül əyali Heydər. Qorxum budur bu yerdə düşsün bəlaya Zeynəb. Düşsün bəlaya Zeynəb.
ayrılıp vətəndən düşdü bəlaya Zeynəb. Çün ayrılıp vətəndən düşdü bəlaya Zeynəb. bu ayda varis oldun Kərbəlaya Zeynəb. Bu ayda varid oldu Kərbəlaya Zeynəb. Bu haleti görəndə güya şəhidam fərmayış etdi bacı, qılma bu qədri əfqan, kəsir bizim nəhalə abil fəraltı ünvan. Gəl vercinəm təsəlli Avli əbaya Zeynəb, Avli əbaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. ayda varid oldu Kərbəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Bu ayda varid oldu Kərbəlaya Zeynəb. Bu yerdə güllərin yemeğe bazı soldurarlar. Bu yer o yerdir duvan xeymemi yandırarlar. Abbasımın sümerşin qavninə doldurarlar. Nalə bu ayət əşdən qalxar səmaya Zeynəb, qalxar səmaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Bu ayda varid oldu Kərbəlaya Zeynəb. Bu ayda varid oldu Kərbəlaya Zeynəb. Cümlən şəhid olanlar bu yerdə daldı hahim, zulmiyle yaldırarlar. Ey bacı xeyrəgahim, qonsuz düşər bu yerdə Abbas-ı təkənahim. Zulmi şərarə uçar həm ərş xudaya Zeynəb, həm ərş xudaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Bu yerdə varid oldu Kərbəlaya Zeynəb. Bu ayda varid oldu Kərbəlaya Zeynəb. ağlar o gündə bacı nəşim qaralara kamə gedər rəyalım zulmünə payalda. Bircə nəfər tapılmaz yetsin o gündə dalda. Şimdi də qavranda başım cüdaya Zeynəb, başım cüdaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Çün ayrılıb vətəndən düşdü bəlaya Zeynəb. Kərbəlaya Zeynəb. Bu ayda varid oldu Kərbəlaya Zeynəb. Hüseyin taberuz qiyamət müdamləli. Gerçi bu matəmdə yaran üz verib qəm Zeynəbə, leyki bu qəm